Real Partiyasının sədri Natiq Cəfərli həmsöhbətimiz olacaq. Natiq bəy, salamlayırıq sizə, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir, sizi də izləyiciləri də salamlayırım. Təşəkkür edirəm. Natiq bəy, qeyd etdiyimiz kimi hazırda dünyanın diqqəti Venezuelada baş verən hadisələr də əlbəttə ki, düzdür. Rubio inkar edir. Qeyd edir ki, biz neftə görə daxil olmamışıq, ancaq Venezuela neftinin də düşmənə satılmasının tərəfdarı deyilik. Yəni, bundan sonraki prosesdə, məsələn, gələn idarə etməklə Amerika tərəfi razılaşarsa, artıq bir müstəmləkəsinə çevriləcəksə, bugün Amerikanın yenidən Venezuelanın neft sənayesinə qayıdışı nə qədər vaxt alır? Əslində Amerika tam da getməmişdi Venezueladan. Chevron şirkəti Amerikada var və müxtəlif layihələrdə iştirak eləyirdi. Amma Trump'ın da bundan öncə dəfələrlə qeyd elədi, son mətbuat konferansında da bu haqda danışdı ki, Hugo Chavez vaxtında Amerika şirkətlərinin lisenziyaları ləğv olundu və milliləşdirildi neft sənayesi. İndi həmin ehtiyatların və yataqların yeri yurdu bəllidir, necə deyərlər, hansı neft şirkətlərinə malik olduğu da bəlli idi. Çox güman ki, onların lisenziyalarının bərpa olunması məsələsi gündəmə gələcək və Trump da buna işarə vurdu ki, lisenziyalar o vaxt bərpa olunacaq ki, hansı şirkətlər ki, ora yatırım qoyacaqlar. Yəni, əgər Venezuelanın bugünkü kapasitəsini biz nəzərə alsaq, belə böyük investisiya belə qoymadan Venezuelada neft hasilatını gündəlik 1,2-1,4 milyon barilə çatdırmaq olar. İndi 900.000 barilə düşmüşdü bu Amerikanın blokadasından öncə. Amerikanın blokadası dövründə son bir ayda isə 450-500.000 barilə düşüb neft hasilatı Venezuelada. Amma indiki kapasite ilə də belə, dediyim kimi 1.200.000-1 milyon 400 arası neft çıxartmaq mümkündür Venezuelada. Sadəcə çox qısa zamanda, yəni bir neçə ilə, 1 il, 2 il ərzində əlavə investisiyalar qoymaqla bunu 3 qatına çıxartmaq mümkündür. Yəni Venezuelanın potensialı gündəlik təqribən 3,5-4,5 milyon barel neft hasilatıdır. Daha böyük investisiyalar isə, yəni uzaq perspektivdə bunun hətta 7-8 milyon barelə qədər çıxarılması perspektivi də var. Sadəcə Venezuela neftinin bir özəlliyi də var. O quruluşunla zəngindir, yəni ağır neftdir. Keyfiyyəti o qədər də yüksək deyil. Və həmişə də dünya bazarlarında Brent markalı neftə nisbətən 8-12 dollar arası diskountla satılırdı. Həmişə, yəni Venezuelada problem olmadan da öncə Venezuelanın ağır nefti daha ucuz qiymətə satılır. Amma maraqlı cəhət ondan ibarətdir ki, bu nefti emal edən müəssisələrin sayı çox azdır dünyada və əsasən də Amerikada cəmləşir. Əslində Amerika Birləşmiş Ştatları əsasən də Florida ştatında, yəni sahil boyu təqribən 18 neftarima zavodunu o zaman 2000-ci illərdə, 90-cı illərdə tikərkən əsasən elə Venezuela neftini nəzərdə tutmuşdular. İndi Venezueladan neft gəlmədiyinə görə eyni tərkibli, bənzər tərkibli Kanadadan neft alırlar. Gündə təqribən 2 milyon barilə yaxın Kanadadan 1,5-2 milyon barel neft alınır. İndi onun yerini Venezuela neftinin tutması Amerika istehlakçıları üçün böyük bir addım olacaq. Və mənim düşüncəm ondan ibarətdir ki, ən azı biz bu ilin ortalarına Venezueladan daha böyük neft həcmində, daha böyük həcmdə neftin dünya bazarına çıxmasını görəcəyik. Çünki Trumpa seçkilər öncəsi, noyabr seçkiləri öncəsi ucuz neft lazım olacaq. Ucuz neft, ucuz benzin deməkdir. Ucuz benzin isə Amerika seçicisinin respublikaçılara səs verməsi deməkdir. Yəni, orta statistik Amerika seçicisi, inandırım sizi ki, nə beynəlxalq siyasətlə çox maraqlanır, nə Ukraynanı xəritədə tapa bilər, nə heç Venezuelanın da bəlkə yerini bilməz xəritədə göstərsən, amma hər səhər işə gedəndə yanacaq doldurma stansiyasında öz avtomobilinə vurduğu benzinin qiymətinə çox ciddi fikir verir. Və indi Trump gələndən sonra biraz ucuzlaşma olub, bir qalon neftin qiyməti bir qalonla satılır, bilirsiniz ki, Amerikada neft. Bu da 3,7 litr benzin deməkdir. Təqribən 20-30% ucuzlaşıb keçən ilə nisbətən. Amma seçkilərdən öncə bunun daha da ucuzlaşması həm Amerika istehlakçıları üçün kifayət qədər ciddi bir stimul olacaq, respublikaçılara, yəni Trump'ı dəstəkləmək üçün, həm də inflyasiyanı aşağı salacaq. Çünki tariflərlə əlaqəli
bilirsiniz ki, Amerikada həm də bir inflyasiya prosesi var. Bu inflyasiyanı aşağı çəkmək üçün, qiymətləri ucuzlaşdırmaq üçün Venezuela nefti mənə elə gəlir ki, yaxın 6 ayda Amerika bazarında həlledici rol oynayacaq. Belə başa düşüləndi ki, bu addım Amerika xalqının üzünü güldürəcək, amma həm də dediyimiz kimi təkcə Amerika, dünya bazarlarına da daha çox təklifin verilməsinə səbəb olacaq. Bizi kimi ölkələr, neftdən asılı ölkələr, bəs bunlara necə təsir edəcək? Yəni bazarda qiymətin ucuzlaşmasına gətirib çıxara bilərmi? Əslində, hələ Venezuela hadisələri olmadan belə, bu ilin sonuna yaxın dünyanın bir çox analitik mərkəzləri gələn il neft qiymətlərinin 50-55 dollar civarında olmasını proqnozlaşdırırdılar. Yəni, böyük Citibankdan tutun da Goldman Sachs və başqa böyük belə deyək, analitik mərkəzləri olan yatırımcı və bank şirkətləri belə bir proqnozlar verirlər. Hətta Beynəlxalq Enerji Agentliyinin də proqnozlarında aşağı-yuxarı bu qiymətlər görünür. Bir tək APEC-in proqnozları daha yüksəkdir, 55-60 dollar civarındadır. Bu da anlaşılandır da, APEC-in marağı odur ki, qiymət yuxarı olsun, çünki neft istehsal edən ölkələrdir. Sırf Azərbaycana gəldikdə bizim artıq bir məsələdə konsensusa gəlməyimiz lazımdır. Yəni, öz iqtisadiyyatımıza baxışımızda. Neft böyük bir neymətdir, bizə həmişə yardım olacaq. Büdcəmizin formalaşmasında, gəlirlərimizin formalaşmasında həmişə bir rolu olacaq. Amma neftsiz yaşamağı da öyrənmək lazımdır. Yəni, Azərbaycanın qazanclığı, ixracatı, büdcə gəlirləri neft əlavə bir bonus kimi görünməlidir. Məsələn, Norveç iqtisadiyyatını biz misal gətirsək, Norveç iqtisadiyyatında neft əlavə bir bonusdur. Amma iqtisadiyyatın özü öz çarxlarını döndərə bilir. Məsələn, Norveç elə bir tək dəniz ürünləri ixracatından ildə 30 milyard dollara yaxın vəsait qazanır. Yəni, Azərbaycan olaraq da biz artıq bunu öyrənməliyik və bu istiqamətdə də müəyyən işlər görünür də. Məsələn, qeyri-neft sektorunun həcmi artır, istehsal həcmləri artır. Amma təəssüf ki... Alacaq bir prosesdir bu. Zaman alacaq bir prosesdir, təəssüf ki. Bəli, həm zaman olacaq, həm də templər çox aşağıdır da. Yəni, bizim qeyri-neft sektoru artır, amma artımın tempi aşağıdır. Məsələn, bu templə getsək, bəli, bir 10 ildən sonra, 12 ildən sonra Azərbaycan iqtisadiyyatında tamamilə başqa bir dövrə qədəm qoyacaq. Amma bizim 10-12 il vaxtımız yoxdur. Biz daha sürətlə bu işləri görməliyik. Çünki neftin qiymətinin düşməsi ilə paralel olaraq Azərbaycanda başqa da bir problem var. O da hasilatımız da azalır. Bizim pik dövrü, hasilatın pik dövrü 2011-ci, 12-ci ildə keçdik biz o pik dövrünü. İndi hasilatın azalması prosesini görürük. Elə son zamanlarda Azərbaycanın makroiqtisadi göstəricilərində müəyyən geriləmə olması da elə tək qiymətlə yox, elə hasilatın özünün azalması ilə də bağlıdır. Qısa müddətli dövrdə, yəni biz indi siz təklif olaraq vurğuladınız, yəni qeyri-neft sektoruna üstünlüyü vermək lazımdır bu öz yerində. Ancaq proqnozları səsləndirdiniz, il sonu üçün 50-55 dollar, hətta daha ucuzlaşa biləcəyinə dair. Bizim də onsuz dövlət büdcəsində 65 dollar götürülüb, ucuzlaşması fonunda 55 dollar. Əgər nəzərdə tutulandan aşağı düşərsə, ehtiyat olaraq hansı adıma getməliyik? Burada bir dəqiqləşdirmə aparaq, bu da çox geniş yayılmış bir məsələdir Azərbaycanda. Dünya bazarında neftin qiymətinin neçə olması birbaşa büdcəyə təsir eləmir Azərbaycanda. Bu icmal büdcəyə təsir eləyir, neft fondunun büdcəsinə təsir eləyir. Yəni, dünyada neftin qiyməti 10 dollarda olsa, 100 dollarda olsa, neft fondunda nə qədər nəzərdə tutulubsa 26-cı ildə, o qədər də Azərbaycan büdcəsinə neft vəsaiti, neftdən gələn pul köçürüləcək. Və bizim üstünlüyümüz ondan ibarətdir ki, bizim bir bəlli təhlükəsizlik yastığımız var da, 80 milyard dollara yaxın bir yığım var Azərbaycanın neft fondunda, Mərkəzi Bankında. Bu böyük üstünlük gətirir. Amma bu üstünlüyü biz tez bir zamanda istifadə eləməliyik ki, heç olmasa, məsələn, indi neftin qiyməti 30 dollara, 40 dollara da düşsə, belə bir senarilər də mövcuddur yeri gəlmişkən, Azərbaycanda bəli, makroiqtisadi göstəricilərdə problem yaşanacaq, UDM artım tempində, ölkəyə daxil olan valyutanın həcmində azalmalar olacaq, ticarət balansında mənfi saldoya gedəcək ölkəmiz, amma bizə bir zaman da qazandıra bilər bizim valyuta gəlirlərimiz, valyuta yastığımız belə deyək ki, o yastıqdan işləmək üçün istifadə eləyək, obraz desək yatmaq üçün yox. Yəni işləmək üçün istifadə eləsək, o yastığı işə yönəltsək, mənə elə gəlir ki, o 2 illik, 3 illik bir zamanda Azərbaycan iqtisadiyyatı o itirdiklərini bərpa eləyə bilər. Ümid edək. Təşəkkür edirəm Natiq bəy, minnətdaram dəyərləndirməniz üçün.